GLS. Maşının sol tərəfində heç bir zədə yoxdur. Maşın Koreya maşınıdır. Ön hissəsində heç bir zədə yoxdur. Maşının sağ hissəsində heç bir zədə yoxdur. 360 kamera var. 2023'lü Mercedes GLS 300 4 matikdir. Dizeldir. Maşın dizel. Və gördüyünüz kimi Koreya maşınıdır. 33.000 yol gedib dizeldir. Bu maşının arxa hissəsi 4 matikdir. Bu da bunun sol tərəfidir. O belə bir gözəl salonu var, sistemli qızdırıcı, soyuducu. Maşın da pollu fulldur da, pollu full. Koreya maşınıdır. İki motordur. Dizeldir, iki motordur. Kia Sportage. Hibritdir. Maşının sol tərəfində heç bir zədə yoxdur. Maşının ön hissəsində. Demək, qabaq buferdir, faradır, alınmalıdır. Bir də krilo dəzi. Bu maşının sağ hissəsi 2025 Kia Sportage hibrit. 12.500 dollardan çıxır. Aksiyona 12.000 yol gedib 1.6 motordur. Panorama damdır, 80-cı maşındır. Maşın çox gözəldir də, yəni çox gözəl. Bu maşının sağ hissəsidir. Bu maşının arxa hissəsidir. Bu da sol hissəsi. Arkada belə burasında yüngül batıq var. Bu bunun arxa salonudur, koji salondur, panoramik damdır. Gördüyünüz kimi açarsız daxil olmadı. Rol ayrabakı atıb. Sten qızdırıcı var. 4 matikdir. Bu bunun VIN nömrəsi. Dostlar, bax günün jackpotu K9. Birinci dəfədə aksiyona bu maşından çıxır, birinci dəfə. Bax gördüyünüz kimi maşının ön hissəsində zədə yox, qabaq kamerası var, distroniki var. Maşın çox ideal bir şeydir. İdeal maşındır. Maşın tam zədəsizdir. Tam zədəsiz. Bunu əldən qaçırtmaq olmaz. 360 kamera var. 2021 K5, K900 12.600 dollardan çıxır. Aksiyona 75.000 kilometrdir. Kilometr. Dəhşəli bir maşındır. Maşının sağ hissəsində heç bir zədə yoxdur. Maşın ümumiyyətlə zədəsizdir. Maşını yaxın saxlaya bilər deyə mən bacardığım qədər çəkirəm. Arxa hissəsində heç bir zədə yoxdur. Maşın Koreya maşınıdır. V6'dır, V6. Haçarsız daxil olma. Bunun belə bir gözəl salonu var. Stenka. Elektron idarə olunma. Kör nöqtədir, zolaq tanımadır. Multiroldur. Maşın çox dəyişədi bir şeydir də, yəni. Avtoholdur. Koji salondur. Koji salondur. Bu bunun VIN nömrəsidir. Maşın Koreya maşınıdır. Koreyadır, Koreya. Zədəsiz maşındır. Bu bunun arxa salonuna gəldikdə. Radnoy pərdələr var. Radnoy pərdələr var. Bax, arxa stenkanın dizaynına baxın, gördüyünüz kimi çox dəhşədidir. Arxa stenlik qızdırıcı. Bax, knopka ilə baston pərdə enir, aşağı qalxır. Day maşında nələr yoxdur, saylamaqla qurtarmaz da. Stenlik qızdırıcıdır, soyuducudur. Arxa kondisioneri var arxanın. Maşın çox interesli bir maşındır. Pollu fulldur. Bir dənə lüku yoxdur. 99-cu maşındır.
Koreya maşınıdır dostlar. Yəni bu maşını əldən qaçırmaq olmaz. Head-up'ı da var maşının. Head-up'ı da var. Bax bunu göstərirəm. Yəni bunu bu gün almaq lazımdır da. Yəni belə maşın aksiyona %1 çıxar. %1 head-up'ı da var. Yəni bunu əldən qaçırmayayım. Bu maşını bu gün alalım. Mercedes GLA. Maşının ön hissəsində zədə yoxdur. Maşının sağ hissəsində zədə yoxdur. 2025 Mercedes GLA 250'dir. 19.000 dollardan çıxır aksiyona, 25.000 yol gedib, panorama damdır. 73-cü maşındır. 4matikdir, maşının arxa hissəsidir. Bu maşının sol hissəsi. Belə bir gözəl salonu var. Panorama damdır. Koji salondur. Bu bunun VIN nömrəsidir. K5. Maşının ön hissəsində heç bir zədə yoxdur. Maşının sağ hissəsində heç bir zədə yoxdur. 48-ci maşındır, panorama damdır. 2021'dir, Kia K5 1.6 motordur. 4500 dollardan satışa çıxır. Bu maşının arxa hissəsidir, bu sağ tərəfidir. Bu da sol hissəsidir. Maşın çox qəşəng maşındır. Belə bir salonu var. Stenlik qızdırıcıdır, rol qızdırıcıdır, soyuducudur, koji salondur, panorama damdır. Maşın pollu fuldur. Bu da bunun VIN nömrəsidir. Hyundai Elantra. Maşının sol hissəsində heç bir zədə yoxdur. Ön hissəsində heç bir zədə yoxdur. Sol tərəfinə gəldikdə 2022'dir, Hyundai Elantra 2 motordur. 7.350 dollardan girir aksiyona, 69.000 yol gedib 15-ci maşındır. Maşının zədəsinə gəldi, arxa krılıdır, düzələcək, arxa bufer alınacaq. Bu da bunun sol hissəsi. Belə bir salonu var. Bu da bunun VIN nömrəsi. Hyundai Elantra. Maşının sol hissəsində heç bir zədə yoxdur. Maşının ön hissəsində bir dənə buferin altında kalçuka dumanlısı alınacaq. Maşının sağ hissəsində heç bir zədə yoxdur. 2025 Hyundai Elantra'dır. 7.000 dollardan gir aksiyona 2 motordur. 3300 yol gedib 135-ci maşındır. Haçarsız daxil olma var. Bu maşının arxa hissəsidir. Bu sağ hissəsidir. Sol tərəfdə də heç bir zədə yoxdur. Belə bir salonu var. Heç bir ayrı bak atmıb. Bu bunun VIN nömrəsidir.